Hörmətli, dəyərli xanımlar və cənablar, Türk dünyasının dörd bir tərəfindən bura təşrif buyurmuş qonaqlar, əziz uşaqlar, elm xadimləri, ziyalılarımız, millət vəkillərimiz, ictimai xadimlərimiz, nəhayət Türk bacı qardaşlarımız. Mən sizi öz adımdan və təmsil etdiyim Dövlət Komitəsi adından ürəkdən salamlayıram. Eyni zamanda dərin təşəkkürümü bildirirəm. Şəmil Sadıq başda olmaqla Hədəf Şirkətlər Qrupunun belə bir təşəbbüsü nəticəsində artıq ikinci dəfə Türk İnteqrasiya Olimpiyadasının keçirilməsinə görə və mən hesab edirəm ki, bu bizim bayaq burada uşaqların açılışda təsvir etdiyi kimi o şərqdən qərbə bizim türk axınlarımız ki olmuşdu və biz getdiyimiz yerə sülh, ədalət, insanlıq dəyərləri aparmaqla özümüzə layiq bildiyimiz əraziləri özümüzə yurd etməklə keçdiyimiz yollar mənim gözümün önündən gəldi. Sanki mən onları görmüşəm, mən özüm onların içərisində olmuşam. Bu çöllərdən onlarla birlikdə keçmişəm və ulu əcdadlarımız, ulu babalarımızla fəxr elədim, qürur duydum. Həqiqətən də bugün Türk dünyasında yeni bir qalxınma dövrü başlayıb. 21-ci əsr Türk əsri olacaq demişdilər, 20-ci əsrin sonlarına doğru. Bəlkə də bəziləri bunu Türk masalları kimi qəbul etmişdilər, amma bugün Türk dünyası bunu reallığa çevirir. Biz bugün dünyaya Türk'ün bir daha gücünü, əzmini, insanlıq naminə, dəyərlərin qorunması naminə mübarizəsini göstəririk və qalibiyyət də bizim nəsibimiz olur. Ulularımız, aydınlarımız söyləmişdilər ki, sən özünə qaydanda güclü olursun. Bugün həqiqətən də güclü olmaq üçün özümüzə qayıdış baş verir. Reallıqda isə işğal altından azad olunmuş torpaqlarımıza böyük qayıdış baş verir. Bu həm fiziki mənada bizim olana qayıtmaq, bir də özümün olana qayıtmaq deməkdir. Mən bu iki qayıdış arasında körpü salan Şəmil müəllim kimi insanlara və onun bu təşəbbüsün ətrafında birləşənlərə öz dərin təşəkkürümü bildirirəm və hesab edirəm ki, həqiqətən də İkinci dəfə keçirilən Türk İnteqrasiya Olimpiyadası bizim gənclərimizin, uşaqlarımızın, balalarımızın bu ruhda böyüməsinə, bir-birini tanımasına, yaxından tanımasına, özünə bələd olmasına, öz mədəniyyətinə sahib çıxmasına böyük yol açan təşəbbüslərdir və artıq onlar reallıqdır. Bu reallığın içərisində olmaq çox xoşdur və mən Nizami müəllimin fikirlərini dəstəkləyirəm ki, təhsilin, mədəniyyətin, elmin qarşısına ondan güclü heç nə çıxarmaq mümkün deyildir və o bütün sədləri, bütün bariyerləri aşaraq onu gözləyən, onu izləyən, onu öyrənmək istəyən insanların beyninə, şuuruna, qəlblərinə hopacaqdır. Onların yaşadığı məkanları aydın, parlaq, inkişaf etmiş regionlara çevirəcəkdir. Onların düşüncəsini, onların həyatının məzmununu, sülh, əmin-amanlıq, ədalət uğrunda mübarizəyə həsr etməyə sövq edəcəkdir. Və mən bu olimpiyadanın və onun nəticələrinə görə uğur qazanmış uşaqları əvvəlcədən təbrik edirəm və onları yetirən, böyüdən, öz milli kimliyinə sahib olmağa yönləndirən valideynlərə, onların ata-analarına dərin təşəkkürümü bildirirəm və eyni zamanda qürur duyuram ki, Azərbaycan getdikcə daha çox belə tədbirlərə ev sahibliyi etməyə başlayıb və bu prosesə özünün böyük töhfəsini verir. Bir daha hamınızı, uğur qazananları təbrik edir. Bu təşəbbüsü irəli sürən təşkilatçılara uğurlu bir işin başında olduqlarını bir daha vurğulamaqla təşəkkür edir və məni bura dəvət edib bu gözəl mənzərənin şahidi və iştirakçısı olmağa imkan yaratdığınız üçün sizə təşəkkür edirəm və Dövlət Komitəsi olaraq hər zaman belə təşəbbüslərin yanındayıq. Özümüzə qaydaq, özümüzü dəyərləndirək, milli kimliyimizə, ailə dəyərlərimizə, milli mənəvi dəyərlərimizə, bizi biz edən dəyərlərə sahib çıxaq. O zaman bizim qolumuzu bükən olmayacaqdır. Təşəkkür edirəm. Çox sağ ol.